Hədisdə var, ən pis adam axirətini dünyasına satandır. Ondan da pisi axirətini başqasının dünyasına satan adamlardır. Ən alçaqlardan da alçaq bunlardır. Başqasının dünyasına. Cəhənnəmə də gedəndə heç olmasa öz günahın üçün get. Kiməsə yarınmaq üçün günah eləyirsən, keyfini o çəkir, cəhənnəmə sən gedirsən. Ona görə də bunlar ən alçaq insanlardır. Allahla münasibətə riayət eləmirsən, cəhənnəm, önəmli deyil cəhənnəm, başqaları ilə də belə olacaq olmasa. Niyə Allaha çatanda belə münasibətdəsən? Tabi Allahın cəzasıdır belə insanlara ki, bunlar haqqa itayətdə diqqətsizdirlər deyə Allah onları yuvarladır, o həddə çatdırır ki, batilin qarşısında qolu bağlı müti qul olurlar və onun əmrini canla, başla icra edirlər. Allahın təqvasına riayət eləməsən, Allah səni elə bir yola salar ki, rəzil adamlara qolu bağlı qul olarsan.